deyək ki, biz İslam paytaxtı, ətəkdə qalmayıb, ağlayır bayraq və məyət bir oyundur, yoxsa biz oyunuq, yuxarıda oturanı gözündə qoyunuq. Allahu Ekber, özün ol bizə kömək, sosializmdən çıxdıq, kapitalizmə girək, hər ölkədə maaş artır, bizdə isə benzin, bizlə oynuyorlar, mən artıq bezdim. Görəsən kimsə buna yox deyəcəyim, hardadır Camanşir, hardadır bu əbəkim, çox eyf olsun ki bizdə yoxdur birlik, özümüzü aldadırıq, özümüz də bunu bilirik. 20 ildir gözləyirik, amma Qarabağ qayıtmadı, bizə vurulan şillədə bu millət oyatmadı. Nə qədər gözləyək, nə qədər fikir et, axırımız nə olacaq, hə canab bizicə. Şərqin səsi gəlir bura, vura vura, sağa sola, Dubaydan müştəri gəlir, oradan bura parmağa. Mənə maraqlı gəlir axı, niyə yoxdur əl birliyimiz, illərlə əzildi, bitdi, gözlərdən itdi artıq biz. Şərqlə qərb arasında maraqlı bir fərq var, onlarda şərdirsə, bizdə isə xeyr var. 9 iqlimimiz var, qorunmur hələ də, xilas edək təbiətdə pullu SMS-lər. Nə qədər fahişə, nə qədər qəribə, bugün təbliğat gedir, bədənini seçmir, heç bir ölkədə belə bir şey yoxdur. Ay Allah kömək elə, deyəsən sondur, deyirlər filan kəsdən filan kəs fasondur, onda acı baladon, karliyondur. Nə zordur şəhəri söküb tökürlər, 5-10 manat verib cəmaatı tökürlər. Ölərlər qalxmasa hər şeyin qiyməti, ölərlər dağıtmasalar illik büncəni. Yəni ki dəyişən deyil bu şəhər, illərlə şərqdən gəlsədir ləpələr. Şərqin səsi